Salam dostlar, bugün sizə tarixdə gerçək olmuş, amma hələ də açıqlana bilməyən 10 mistik hadisədən danışacağam. Bu hadisələr elmi olaraq izah oluna bilməyib və insanları heyrət içində qoyub. Başlayaq. ...1959-cu ildə Rusiya dağlarında baş verən Dyatlov keçidi sirri bu günə qədər izah olunmayıb. 9 nəfərin qəribə şəraitdə ölməsi elmi cəmiyyət üçün hələ də müəmmadır. Amerikanın Taos şəhərində yaşayan insanlar illərlə qəribə vızıltı səsi eşitdilər. Amma nə mikrofonlar, nə də cihazlar bu səsi tuta bilməyib. 1900-cü ildə Şotlandiyanın Flannan adasından 3 işıqçı sirli şəkildə yoxa çıxdı. Onların əşyaları yerində idi, amma özləri yox idi. 1908-ci il Sibir meşəsində nəhəng partlayış baş verdi. Nə meteorit, nə də bomba izinə rast gəlindi. Elm adamları bu günə qədər səbəbini izah edə bilməyib. İspaniyada bir evin döşəməsində insan üzləri görünməyə başladı. Döşəmə dəyişdirildi, amma üzlər yenidən görünürdü. İngiltərədə kəndlilər yaşıl dərili 2 uşaq tapdılar. Onların danışdığı dili heç kim başa düşmürdü. Bir neçə ay sonra biri öldü, digəri isə sirli hekayələr danışmağa başladı. 1954-cü ildə bir adam Tokyoya gəldi və pasportunda Tauret adlı ölkə yazılmışdı. Amma dünyada belə bir ölkə yox idi. Adam bir gecə sonra yoxa çıxdı. Bu qutusu içində pis ruh saxlanıldığı iddia olunan bir əşyadır. Bu qutunu alan insanlar ölüm, xəstəlik və bədbəxtliklə üzləşirlər. Almaniyada bir ailə qəribə şəkildə öldürüldü. Hadisədən sonra evdə sanki biri yaşayırmış kimi izlər tapıldı. Amma heç kim tutulmadı. Qumran mağaralarında tapılan ölü dəniz əl yazmaları insanlığın və dinlərin tarixi ilə bağlı sirli bilgilər ehtiva edir. Amma hələ də bəziləri oxunmayıb. Və beləcə videomuzun sonuna gəldik. Bu cür sirli və qəribə hadisələr insanı düşündürür. Siz bu hadisələrdən hansını daha qorxulu hesab etdiniz? Rəydə yazın və Faktlar Dünyasına abunə olun.